Hörmətli xanımlar və cənablar, dəyərli qonaqlar, sizi Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərtürk Qadınlar Birliyi və Azərbaycan Türkiyə Evinin təşkilatçılığı ilə baş tutan Türk Dövlətləri Mədəniyyət Körpüsü Bakı forumunda səmimi qəlbdən salamlayırıq. Layihə rəhbəri olduğum bu forumun Türk dünyasının ortaq dəyərlərini və zəngin mədəni irsini bir araya gətirəcəyindən əminəm. Bu yolda göstərdiyi dəstək üçün Azərbaycan Türkiyə Evinin rəhbəri, çox dəyərli Tənzər Rüstəmxanlıya şəxsən öz adımdan təşəkkür etmək istəyirəm. Hər mərhələsini həvəslə və həyəcanla yerinə yetirdiyimiz bu layihənin yeni təşəbbüslərin ortaya çıxmasına, Türk dövlətləri arasında mədəni dialoqun daha da genişlənməsinə və gələcək əməkdaşlıq üçün mühüm bir platformaya çevriləcəyinə inanırıq. Hörmətli qonaqlar, tədbirə başlamazdan əvvəl vətən uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək. Allah şəhidlərimizə rəhmət eləsin. İndi isə himnimiz səslənəcək.
hissəsinə başlayırıq. İlk olaraq çıxış etməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinin deputatı xanım Tənzilər Rüstəmxanını dəvət edirik. Hamınızı salamlayıram və bir məsələni də buradan deyim ki, özəlliklə Milli Məclisin deputatı kimi təqdim elədi. Mən Milli Məclisimizin burada millət vəkili, çox dəyərli qonaqlarımız var. Elçin bəyi də salamlayıram, panelistlərimizdən biridir. Və Türkiyədən gələn Seyfullah Türksoyu salamlayıram. Kıbrıs'dan bizim panelə gələn bu konferansın, bu forumda çıxış eləmək üçün gəlmiş çox dəyərli Kıbrıs'da universitetdə professoru və Engin bəyi salamlayıram və hər birinizi ayrı-ayrılıqda salamlayıram. Mənim burada bir missiyam var. Bizdən sonraki gənclər yetişsin, belə gözəl layihə rəhbərini gördünüz təqdimatını, gənc xanımlarımızın yolunu açmaq və onlara bu açdığımız, bizim təməlini qoyduğumuz Türk dünyasına gedən yolda çalışmaları üçün onlara şərait yaratmaq və özəlliklə onlara nümunə olmaq. Mən düşünürəm ki, böyüklük də budur, bu gənclərə yol verməliyik ki, bu gənclərimiz bizdən aldıqları bayrağı sonsuza qədər əllərindən buraxmasınlar və davam etdirsinlər. Mən bugün burada Mədəniyyət Nazirliyinin dəstəyi ilə nazirimizə də təşəkkür edirəm belə layihələrə dəstək verdiyi üçün. Bu ilk Bakıda mədəniyyətlərin mərkəzi olan əslində Türkün adı harda varsa ilki Azərbaycanda burada yapılıb. Biraz öncə biz burada Türkoloji Qurultayın 100 illiyini qeyd elədik və Azərbaycanımızda bu forumda bu mədəniyyət körpülərinin gedəcəyimiz, quracağımız bu körpülərin temel daşlarından biri olsun və Türk dünyasının, Türk devletlərinin hər birində belə bir tədbirlərin, forumların həyata keçirilsin və belə bir forumlar baş tutsun. Çünkü çok büyük ihtiyaç var. Burada bugün sırf sənət insanları, mədəniyyət şünaslarımıza söz verəcəyik. Həm də bizim bildiğimiz körpüler salınır. Bu körpüler çoktan başlayıp salınmağa. Ve bir de özü millətləri, Türk millətinin könül elçisine ve Azerbaycan ve Türkiye arasında körpüye çevrilmiş insanlar var ki, onlardan biri de bugün Seyfullah Türksoy burada panelde çıxış eləyəcəkdir. Mən düşünürəm ki ve sizden özellikle xahiş eləyirəm. Protokolda çıxış eləyənlərimiz qısa tutsun çıxışlarını. Çünkü bizim burada panelistlərimizi sona qədər dinləməmiz lazım. Çalışacağıq ki siz yorulmayasınız. Ama harda böyük mədəniyyətimiz, Türk mədəniyyəti varsa, Türklüyə, Türk milletine könül vermiş insanlar, mən düşünürəm ki, bu değerli insanları dinlemekten zevk alacaklar. Bir daha teşekkür edirəm bu tədbirə geldiğiniz için. Sağ olun. Tənzilər xanıma həm dəstəyi, həm də gözəl çıxışı üçün təşəkkür edirik bir daha. Çıxış üçün sözü dəyərli xalq şairimiz Sabir Rüstəmxanlıya veririk. Təşəkkür edirəm, çox hörmətli xanımlar, bəylər. Bugün dünyanın bizim daxil olduğumuz bölgesinde
bu regionda qan tökülür, savaş gedir, dinc insanlar ölür, məktəblər dağıdılır, məktəbin içində günahsız körpələrimiz həyatını itirir. Dünya vəhşiləşir. Dünya hardan güya İbtidai icma quruluşundan başlayıb kamilləşmə yolu ilə üzü yuxarı gedir. Amma bir çox cəhətlərdən dünya təəssüf ki, yəni insan öz nəzərdə tutulan, ilahinin nəzərdə tutduğu yolla yox, tamam şeytana xidmət edən bir yolla gedir, çox təəssüf. Bunu etiraf eləməliyik. Belə bir vaxtda mədəniyyətin yada düşməsi, mədəniyyət haqqında danışır və bizim salonların böyüklüyündən, kiçikliyindən asılı olmayaraq insanların diqqətinin mədəniyyətə yönəlməsi son dərəcə vacibdir. Və burada mən təbii ki, söhbətdən belə azacıq aralı çıxıb, Türk dünyasına və Türk mədəniyyətinə böyük xidmətlər göstərmiş, çox əziz dostumuz İlber Oltaylı'nın rəhmətinə anıram. Çünki o dünən səhər mən oxudum ki, o yoğun bakımdadır və yaxud biz burada deyirlər, reanimasiyadadır. Mən də yazdım, Allah'tan şəfa diləyirəm. Axşam birdən gördüm, yazıblar ki, həyatını qaybetti. Axşam da baş sağlığı yazası oldum. İnsan ömrü belədir. Səhər özü yazır ki, Atatürk'ə müraciət edən ki, sənin yetişdirdiyin gənc qızlar məni həyata qaytardı və bu sənin istədiyin buydu, bu həyata keçdi. Axşam ama artıq onun dünya həyata gözünün yumulduğu bir şəkildə rəsmini paylayıblar. Çox üzüldük təbii ki, çünki Bakıya gələndə biz çox görüşmüşdük Bakıda, Türkiyədə və elə bu mədəniyyət məsələlərlə bağlı çox söhbətlər eləmişdik. Bilirsiniz, mədəniyyət nədir? Mədəniyyət olsa, dediyim o savaşlar olmaz əslində. Və özünü mədəni sayan xalqlar təəssüf ki, dünyada ən çox qan tökməyə meyilli xalqlardır. Keçən yüzildə iki böyük dünya müharibəsi olub, onu Avropa xalqları eləmişdilər. Almanlar, nə bilim, İngiltərə, ondan sonra Rusya onlara cavab vermişdi və s. İndi yenə də hər halda müharibə ocağını şərqə çevirirlər. İslam dövlətlərinə, Böyük Orta Doğu projesi, İslam dövlətlərini paramparça eləmək, amma yenə də başında dayanan, bu müharibənin başını çəkən Avropa ölkələrində özünü demokratiyanın beşiği sayan Amerikadır və ona dəstək verən, onu deyək ki, onu gizli yoldan onu bu yola itələyən İsraildir. Ona görə bilirsiniz, mən demirəm, İran rejimi özü onlardan geri qalan bir rejim deyildi. İran daha belə bir riyakar və bizim xalqa düşmənçilik siyasət yeridən bir rejimdir, amma hər halda bu məsələlər biraz fərqli yolla həll oluna bilərdi. Mədəniyyət nədir? Mədəniyyət bizim böyük Əhməd Ağaoğlu deyirdi ki, mədəniyyət yaşam tərzidir. İnsanın, millətin mədəniyyəti onun həyat tərzindən görünür. Bu bir. İkinci, amma mədəniyyət haqqında daha geniş düşünəndə mədəniyyət ilk növbədə ağıldır. Ağıl. Millətin idarə yolu, həyat tərzi ağılla bağlıdır. Ağıllı nəsil yetişdirməlisən. Ağıllı nəsil yetişdirmək üçün o oxumalıdır. Kitab əlindən düşməməlidir. Təəssüf ki, biz az oxuyan milləti və ağlımız haqqında da bilmirəm nə dərəcədə düşünürük. Üçüncüsü, öz ana dilini qorumaqdır. Çünki mədəniyyətin kökü, təməli ana dildir. Bu üç şərt son dərəcə vacibdir. Ağıl, intellekt, ikincisi, deməli, kitab, öz kitabına dəyər vermək, üçüncüsü, öz dilini qorumaq. Bu məsələlər olsa, onda mədəniyyət var. Mədəniyyət, yəni, Bakı küçələrində doludur brend mağazalar, Avropadan, Almaniyadan, nə bilim, bir vaxt saray deyirdi, indi olur, nə bilim, plaza, dükan deyirdi, olur, market falan, nə olur ki, bu Avropadan gəlir, bura nələrsə, brend mağaza, bu mədəniyyətdir. Bu mədəniyyətdə mədəniyyətin üstünə hücum çəkməkdir. Çünki sənin öz doğma mədəniyyətin bu gələn yad ünsürlərin ayağının altında qalır. Ona görə əlbəttə Azərbaycanda mədəniyyətimizin varlığı ilə deməli
varlığı haqqında, gələcəyi haqqında düşünməliyik. Və bu gün bizə təsəlli verən başqa bir şey var. Bu biraz giriş çıxışından uzandı, amma bunu da deməliyəm. Bizə təsəlli verən başqa bir şey var ki, o da burada bu yaxınlarda Türkologiya Qurultayının 100 illiyi keçirildi və mən orada məruzəçilərdən biri idim. Deməli, 100 il bundan əvvəl Moskva yığdı Bakıya bütün dünyanın nəhəng, dahi türkoloqlarını. Mən onlarla müqayisə edəndə bu dəfəki gələnlərə baxdım, yerdən göy qədər fərq vardı. Dahi türkoloqlarını və 10 ildən sonra onlar çıxışlarını dinlədi, nə ilə nəfəs alırlar, nə düşünürlər, arzuları nədir, hamısını aşkarlayandan sonra 10 ildən sonra hamısını məhv elədi. İndi amma şərait gəlib təzədən, deməli, türk dövlətləri bir vaxt Atatürk deyirdi ki, bir gün bu dəmir qalpaq götürüləcək, altından türk dövlətləri çıxacaq, ona hazır olmalıyıq. Türkiyə nə dərəcədə hazırdır, mən onu deyə bilmərəm. Amma hər halda dünyada bugün 7 türk dövləti var. Və bu olmasa dünyanın tərəzi əylər. O tərəfdə Çin, orada Hindistan, orada Fars şovinist rejimi, orada Rusiya təzədən bu bölgələrə qayıtmaq istəyir. Burada türk xalqlarının birliyi vacibdir. Və burada da Türksoy, ilk növbədə Türksoy yaranmışdır. Türk mədəniyyətlərinin bir ümumi təşkilatı. Çünki mədəniyyət olmadan siyasi birlik, bəlkə siyasi birlikdən daha artıq mədəni birlik lazımdır. Bəlkə bugün məsələn sərhəd var, keçə bilmirsən. Güney Azərbaycanla əlaqən, siyasi əlaqən yoxdur. Amma mədəni əlaqə bizi mənəvi cəhətdən birləşdirəndə bizim qarşımızda, yəni yolumuzu heç kim keçə bilməz, böyük bir millətdir, yaşayır öz yolu ilə. Ona görə də mədəni əlaqələr və Türkmen, Azəri-Türk öz həyat yoldaşım olduğuna görə demirəm. Bu sayədə çox əziyyət çəkir. Bugün dünyanın hər yerində Xocalı soyqırımı bilirlər, Türkiyədə də bilirlər şükür. Amma Seyfullah bəy, mənim əziz qardaşım oturub burada, o Türk dünyasını gəzib bilmirəm, mən çox gəzmişəm, o çox gəzib. Amma hər halda deməli, onun da iştirakı ilə biz Türkiyənin, demək olar ki, bütün böyük universitetlərində o vaxt görüş keçirmişdik. Tənzilə xanımın ya ayrı təşəbbüsü ilə, ya bir yerdə Xocalı soyqırımı ilə bağlı o vaxt bütün o rəsmlər indi dünya bilir, amma onda hələ təzə-təzə bu addımlar atılırdı. Yaxud müxtəlif ölkələrdə, məsələn, son dövrlərdə olan İspaniya görüşü, Qərbi Azərbaycanı anladan, Özbəkistanda keçirilən görüşlər. Onun millət vəkili seçilməyi bəzilərinə qəribə gəldi və hətta mətbuatda da yazdılar. Sabir Rüstəmxanlı öz arxasınca öz həyat yoldaşını millət vəkili seçdirdi filan. Bu, belə hərəmiz bir vətəndaşıq, hər şeydən ailə olmaqdan əlavə. Amma, yəni, ən azı bu işlərin miqyasını bilən adamlar, indi mən onun işin içindəyəm və Seyfullah bəy də onun içindədir. Bu işin miqyasını bir təsəvvür eləyə bilsələr, görərlər ki, orada millət vəkili olmaq, deyək ki, bu görülən işlərin yanında xırda şeydir. Və bu boyda zəhmətdən sonra bir millət vəkili olmaq nə qədər belə qeyri-adi şeydir ki, o xanımların içərisində məncə heç biri bu cəhətdən Tənzilə xanım qədər beynəlxalq aləmdə Azərbaycanın maraqlarına xidmət edən iş görməyib. Mən bunu belə öz yoldaşım olduğuna görə demirəm, amma elə həm də yoldaşım olduğuna görə deyirəm. Yəni haqqı deyəsən, həqiqəti deyəsən. Bunun başqa bir yolu yoxdur. Bu forumda bir ilkdir, bir belə deyək ki, forumlar keçirilir Bakıda. Mədəniyyətlər arası dialoqlar, dinlər arası dialoqlar və s. Bakı forumu var, çox böyük bir bu günlərdə gedir. Amma dünya bilirsiniz, mədəniyyətlər arası dialoqlar deyəndə həmişə çalışıb ki, qərb mədəniyyətinin üstünlüyü orada, o dialoqda onu sübut eləsin. Dinlər arası dialoqlar deyəndə həmişə çalışıb ki, bizim dinimizi aşağılayan bir mövqe sərgiləsin. O dialoqlar heç vaxt bizi özünə bərabər saymaq niyyəti deyil. Həmişə biraz bizə üstdən aşağı baxmaq niyyətidir. Ona görə bugün Türk Respublikaları bəlkə bir gün bir vahid orduları da olacaq. Bəlkə vahid pulları da olacaq. Vahid deyək ki, iqtisadi əlaqələr də olacaq. Amma ilk növbədə mədəni əlaqələr olmalıdır və bu sahədə bizim görüşlərimiz çox olub və bugün də Bakıda bu forum məncə bir deməli
bir ilk addımdır və yəqin ki, sonrası da olacaq, uğurlar arzulayıram. Və fikirləşirdim ki, sözümün sonunda deyim, fikirləşirdim ki, heç danışmayacağım bugün. Amma bir dənə şeir oxuyacağım. Onun adı Bitməz Yolçuluqdur. Deməli, o şeir mənim olduğum türk dövlətlərinin hərəsinə bir bənd təsir olunub və o şeiri oxuyanda bütün türk coğrafiyası adamın gözünün qabağında canlanır. Amma vaxt çox olduğuna görə, çox aldığıma görə onu oxumuram, formun işinə uğurlar arzulayıram. Çok teşekkür edirik size Sabir Bey. Yox, şeirin uzunluğunu Türk dünyasının böyüklüğüne bağışlayarsınız. Məndən asılı deyil. Baxırsan, yorulmadan, mən ilk Başkırtistana getmişdim və orada da Ağdel çayının buzunun qırılan vaxtıydı. Baxırsan, yorulmadan, qış nəfəsi qırılır. Sıxılıb buz gözlüyü, çıxarıb buz gözlüyü, sular baxıb durulur. Ürək həm azadlığa, həm bahara vurulur. Mən də Başkırtistanda baharı duyub keçdim. Sonra dərdi Kırımım, el sürgün adı qalır. Torpağın hər qatında qəlbinin odu qalır. Xaraba yurdlarında bitməz fəryadı qalır. Göytəpə yollarından qurd tək ulayıb keçdim. Bağçasaray ağlayır, gözünü siləni yox. Sudaq qalası susur, dərdini biləni yox. Qəhrəmanlar yer atda, üstünə gələni yox. Zaman rüzgarı oldum, daşı yalayıb keçdim. Litvada soraqladım o talihsiz elləri. Vilniusun ortasında dipdiridir dilləri. Gah ağlayır, gah gülür Karayim gözəlləri. Yanğımı gözündəki yaşla sulayıb keçdim. Kazanda söhbət açdım Tatarın qüdrətindən. Dünyaya sığışmayan adından, şöhrətindən, Kazan ilə Bakının sonsuz məhəbbətindən, ürəyimdə sevgidən ocaq qalayıb keçdim. Qaçdım. Tanrıya vurğunluqla qılınc qurşayan ərlər, axıb qitələr boyu zəfər dalınca zəfər, yenə Kama üstündə ucalır minarələr, mən də qədim Bolqara duamı yayıb keçdim. Çuvaş xatirələri ürəyimi göylədir. Xoşbəxtlik qanadında dəniz nədir, göy nədir? Talih sanki ilk dəfə sevilməyi öyrədir. Bir şairə qəlbini çapıb talayıb keçdim. Qafqazda neçə yurdun məclisində qol açdım. Orxana, Yenisə ilk kərə mən yol açdım. Kıbrıs'ta zəmilərin sarısına bulaşdım. Kərkükdə bir əbədi ocaq qalayıb keçdim. Xivədə danışdılar, sandım ki Təbrizdəyəm. Səmərqənddə Oğuzdan miras qalan izdəyəm. Buxara rəng tufanı, sonsuz bir dənizdəyəm. Özbəyin qollarına qüvvət diləyib keçdim. Orxonda daşa döndüm, okeana axmadım. Çin səddinin üstündə Çinə sarı baxmadım. Mongolla at səyirtdim, bozqırlara sığmadım. Qoşulub bəy çayına, coşub çağlayıb keçdim. Tufanda qurduğumu qum qapattı, qan örtdü. Tufanlarla Tanrıda, tufanlarla gəlmişdim, məni də tufan örtdü. Qaşqardan gələn karvan taleyimdən yan öpdü. Təkləməkan çölündən gizli ağlayıb keçdim. Qutarı Naratov. 6 ay yenə hədəfdə, Uyğur ər savaşında. Nə daşda bir hər daşda bir dastan var yurdun hər savaşından. Quş olub
Qanadlandım üç Sümerin başından, Tanrı dağda səsimdən harayıb saxlayıb keçdim. Pazılığı zamanın naxşı çürütməmiş, düşmənin şər toxumu düzəlsə də bitməmiş, gördüm qaya döşündə yazılarım itməmiş. Türk güclüdür ya zaman, bir də yoxlayıb keçdim. Bu özünə dönüşdü, nə Meteyə, nə Huna. Elə mənim əlimlə toxunubdur bu xana. Hər uca aşırımda əyildim dağ ruhuna, müqəddəs ağaclara parça bağlayıb keçdim. Marallıqda tər töküb, altın göldə buzladım. Qopuz yanıb yaxıldı, dağları qopuzladım. Qıratları yemləyib, qıratlara getməyə uçaqları sazladım. Ordumu bayraqladım, yurdu yuğlayıb keçdim. Nə sarsılmaz iradə, nə ulu millətmiş. Tarixi qabaqlayan nə sirli cürətmiş. Bəlkə babalarımın atları raketimiş. Günəşi bayraq edib, ayı oxlayıb keçdim. Çox təşəkkür edirik Sabir bəy sizə. Yenə qələminizin qarşısında hamımız aciz qaldıq. Eşq olsun sizə. Növbəti çıxış üçün sözü tanınmış ziyalımız Etibar Əliyevə vermək istəyirik. Çox sağ olun təqdimata görə. Hörmətli Fəncələ xanım, Sabir bəy, hörmətli qonaqlar, dəvətə görə sizə təşəkkür edirəm və söz verdiyinizə görə lap çox təşəkkür edirəm. Əlbəttə ki, mən baxdım forumun adına, orada mədəniyyət anlayışı varsa, şübhəsiz ki, çox vacib bir forumdur. Sabir bəy mədəniyyətin qısa çıxışında tərifini də verdi. Mən bəzi tezislərim var, bunu verəcəm sizə. Ola bilsin, gələcək layihələrdə istifadə edə bilərsiniz. Çünki orada mədəniyyət, sivilizasiya əlaqələri var, dəyərlər, mədəniyyət bağlılığı var. Bir də identiklik və mədəniyyət məsələləri var. Biz bir millət, iki dövlət olaraq, bizim fərd olaraq da identikliyimiz var, bayrağa identikliyimiz var, himnə identikliyimiz var, qəhrəmanlara identikliyimiz var, qələbiyə identikliyimiz var və bu da bizim mədəniyyətimizin zənginliyinə gətirir. Hələ əsrin əvvəllərində Oswald Spengler'in gözəl bir fikri vardı. Spengler deyirdi ki, sivilizasiya mədəniyyətdən cücərir və sivilizasiya mədəniyyətə keçir. Telefon sivilizasiyanın məhsuludur, amma ondan istifadə etmək mədəniyyət əlamətidir. Və digər tərəfdən çıxışımı yekunlaşdırıram. Bizim eyni zamanda, düz anlayış mənim deyil, dəyərlər oazisimiz var. Və bu dəyərlər oazisi qardaş Türkiyə ilə bir-birinə yaxınlaşmalıdır. Biz istəyirik ki, bizim təhsil sistemlərimiz bir-birinə oxşasın və Orta Qərqasiyyətin Universitetin missiyasında, əsərində universitetin belə bir missiyasını müəyyənləşdirir. Universitet biliklər verməli, tələbələri elmi tədqiqata cəlb etməli və mədəniyyəti nəql etməlidir. Bu baxımdan bizim təhsil sistemimiz yaxınlaşmalıdır. Səhiyyə sistemimizdəki mədəniyyət yaxınlaşmalıdır. Bayaq dəyərlərin oazisi dedim. Bu oazislər bir-birinə yaxınlaşmalıdır. Və çıxışımın sonunda bu yaxınlarda məşhur bir mədəniyyət üzrə mütəxəssis var. Terry Ingleton, Sabir bəy, Terry Ingleton bir mədəni müharibə anlayışını gətirir. Çox maraqlı anlayışdır və biz həm də mədəni müharibə apardıq və qələbə çaldıq. Əsrlərə davranışımızda, amma düşmənin bizə qarşı etdiyi o vəhşiliklərin müqabilində biz müharibədə də öz mədəniyyətimizi göstərə bildik. Mən uğurlar arzulayıram və düşünürəm ki, bu sahədə daha çox elmi məqalələr yazılmalıdır, daha çox forumlar keçirilməlidir ki, yenə də təkrar edirəm, bizim oxşar dəyərlər sistemimiz var
bizim identikliyimiz heç qərb ölkələrindəki identiklikdən zəif deyil, daha üstündür. Bu mənada da mədəniyyət həmişə canlı olmalıdır və mədəniyyət bütün demək, digər sahələrin üstündə dayanmalıdır. Təşəkkür edirəm, sağ olun. Təşəkkür edirik. İndi isə növbəti çıxış üçün sözü Azərtürk Qadınlar Birliyinin icraçı direktoru Aydan xanıma veririk. Hörmətli qonaqlar, sizi Türk Dövlətləri ilə Mədəniyyət Körpüsü Bakı forumunda salamlayır və hər birinizi bu əhəmiyyətli görüşdə görməkdən məmnunluğumu bildirirəm. Türk dünyasını birləşdirən ortaq tariximiz, mədəniyyətimiz və mənəvi dəyərlərimiz vasitəsilə daha da möhkəmlənir, qarşılıqlı əməkdaşlığımız yeni məzmun qazanır. İnanıram ki, Bakı forumunda Türk dövlətləri arasında mədəni əlaqələrin genişlənməsini, xalqlarımız arasında dostluq və həmrəyliyin daha da güclənməsi mühüm töhfə qazanacaqdır. Hər birinizə tədbirdə səmərəli müzakirələr və uğurlu görüşlər arzulayıram və bir də Tənzə xanımın sözünə qüvvət. Mən ümid edirəm ki, böyüklərimizin bizə verdiyi o bayrağı şərəflə və qürurla daha da irəliyə gələcəkdə və daha da əmin addımlarla daşıyacaq. Hər birinizi bir daha salamlayıram, təşəkkür edirəm. Çox təşəkkür edirik Aydan xanım. Hörmətli qonaqlar, maraqlı və məzmunlu çıxışlara görə bütün natiqlərimizə təşəkkürümüzü bildiririk. İndi isə forumumuzun panel müzakirələri ilə davam edəcəyik. Daha sonra plaket təqdimatımız olacaq. Xatirə fotomuz və sizin üçün hazırlanan təamları dadmaq üçün sizi dəvət edəcəyik. Paneli idarə etmək üçün moderator qismində sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımovu səhnəyə dəvət edirik. Panelistlərimizə özünüz istəyirsiniz təqdim edə bilərsiniz. Mən çağırım, istəyirsiniz hər kəs. Panelistlərimiz Elçin Mirzəbəyli, millət vəkilimiz, Seyfullah Türksoy, İpək Yolu Vəkilinin sədri, Fira Cəlilova, mədəniyyətşünas, Engin Şirvan, Uluslararası Final Üniversitesi professoru, Bəli, çıxışçılarımız. Hər vaxtınız xeyir olsun, hörmətli qonaqlar, dəyərli tədbir iştirakçıları, hörmətli panelistlər və çıxış edənlər. Hörmətli Sabir müəllimin burada səsləndirdiyi o şeirdən sonra yəqin ki, Türk dünyasının hardan başlayıb, hardan bitdiyini və hətta bitmədiyini biz deyə bilərik. Türk dünyası dedikdə biz böyük bir arealı nəzərdə tuturuq. Bu 6 aylardan başlayan və Adriatik dənizində yekunlaşan böyük bir etno-coğrafi məkandır. Yüz minlər, milyonlarla insandır və tarixə böyük dəyərlər qatmış böyük bir millətdir. Və Türk xalqları onların vahid ideyası olan, vahid idealist düşüncəsi olan Böyük Turanın qurulması və bu yolda atılan addımlarla xarakterize oluna bilər. Və Turan ideologiyası mənə elə gəlir ki, bugün artıq bu cür tədbirlərin fonunda idealist bir düşüncə sadəcə başımızda, beynimizdə bizi narahat edən, qəlbimizdə olan bir düşüncə deyil, eyni zamanda gələcəkdə gedəcəyimiz, varacağımız qızıl əlmadır. Buna görə Türk xalqlarının mədəniyyəti, Türk xalqlarının ədəbiyyatı, Türk xalqlarının bəşəriyyətə verdiyi töhfələr
həqiqətən böyük və misilsizdir. Altaylardan, uzaq şərqdən başlayan bizim mədəni köşklərimiz, oradakı Orxan Yenisey abidələri, Kültəkin abidələri, daş balballar, Pazırıq qurğanından tapılmış, yaşı təxminən 2500 ili əhatə edən, hər kvadrat santimetrində 36 düyün olan və türk düyünü ilə düyünlənmiş, örülmüş Pazırıq qurğanı bugün Sankt Peterburg Ermitajında saxlanılır. Pazırıq qurbanından tapılmış o xalçanın üzərindəki təsvirlər bizim tarixi köklərimizi göstərir. Bu daş balballara, daş, at və qoç heykəllərinə biz dünyanın türklər yaşadığı bütün ölkələrində, demək olar ki, bütün türk arealında rast gəlirik. Onların oxşar və fərqli cəhətləri, stilistik quruluşu, onların formal təhlili, hermenevtikası və semiotik təhlili bizə bunu deməyə əsas verir ki, bu sənət əsərlərini yaradan xalqlar böyük xalqlardır. Türklər dünyaya bir çox içləri bəxş ediblər. Məsələn, şalvarı geyiniblər. İlk dəfə Avropada ona qədər tunika adlanan bir geyim geyinirdi. Amma türklər at belində gəzdikləri üçün o iki ayağı olan şalvarı kəşf elədilər. Onu geyindirməyə başladılar. Bunu dünya bəşəriyyətinə ilk dəfə gətirən türklər olublar. Atları yərləmək, atları minmək, onları uzaq səfərlərə hazırlamaq üçün üzəngini kəşf etdilər. Hərb elmində türklər onluq say sistemini yaratdılar. Bugün dünya ordularının böyük əksəriyyəti həmin o onluq say sistemində quruldu. Onbaşılar, minbaşılar, yüzbaşılar və s. şəklində davam edir. Bu böyük bir nizamın yaradılması, böyük bir ordu quruculuğunun elmi əsaslarını, hərbi strategiyasını müəyyənləşdirir. Beləliklə biz deyə bilərik ki, Türk dünyası böyük tarixi yoldan gəlib və böyük Turan ideologiyası yaxın 40 ildə bizim ümumi birliyimizi sağlayacaq vahid ideologiya şəklinə çevrilə bilir. Bunun üçün bir çox addımlar atılır və Türk dünyasının birliyini özündə əks etdirən Türk Dövlətləri Təşkilatı, Türksoy, Türkba və s. kimi təşkilatların mövcud olmağı və qarşılıqlı koordinasiyada işləmələri bu dövlətlərin gələcəkdə böyük Turan arzularımızın həyata keçməsinə imkan verəcəyinə inanıram. Eyni zamanda inanıram ki, böyük Mustafa Kemal Atatürk'ün səsləndirdiyi fikirlər, eyni zamanda inanıram ki, ümummilli liderimiz böyük Heydər Əliyevin səsləndirdiyi Türk birliyi ilə bağlı fikirlər, möhtərəm cənab prezidentimiz İlham Əliyevin Türk dünyasının möhkəmləndirilməsi, birləşdirilməsi, vahid koordinasiyada çalışması ilə bağlı apardığı xarici diplomatik siyasət, bütün bunların hamısı bizi vahid etno-mətəni məkanda da birləşdirəcək və bu Türk xalqlarının arasındakı olan o mədəniyyət körpüsü bizi birləşdirən körpü olacaq və biz irəliyə doğru gedəcəyik. Diqqətiniz üçün hər birinizə təşəkkür edirəm. İndi də gəlin, hörmətli panel iştirakçılarından xahiş edirəm və təklif edirəm ki, onlar ilk belə qısa öz fikirlərini bildirsinlər, onları düşündürən mövzu ətrafında danışsınlar, sonra biz birlikdə müzakirə edərək burada səsləndirdiyimiz fikirləri. Etiraz yoxdur ki? Təşəkkür edirəm. Belə maraqlı olacağına məncə daha maraqlı olacaq. Buyurun. Hörmətli millət vəkilimiz Elçin müəllimdən başlayalım. Teşekkür ederim. Hörmətli değerli hemkarım Tənzilə xanım, değerli ustadımız Sabir Bey, əziz ziyalılarımız, değerli qonaqlar, xanımlar, cənablar. Təbii ki, tədbirin adı mahiyyət etibarilə özünün niyyətini ehtiva edir və mahiyyət etibarilə əgər bu günə qədər Azər-Türk Qadınlar Birliyinin Türk dünyasının ortaq dəyərlərini təbliğ istiqamətində göstərdiyi böyük fəaliyyəti nəzərə alsaq, bugünkü tədbirin mövzusunda məhz bu kontekstdə təqdim olması təsadüfi deyil. Müəyyən bir zaman kəsiyi gözümün önündən keçir və ən çətin dövrdə mən Tənzilə xanımın təkcə Türk dünyasının qadınlarının deyil, bütövlükdə Türk dünyasının ortaq dəyərlərinin bir araya getirilməsində, daha doğrusu bizim dəyərlərimizin yenidən ortaq forma, ortaq şəkil almasında
ne kadar büyük hizmetler gösterdiği gözümün önünde olur ve buna göre de Fəzli xanıma dərin minnətdarlığımı bildirirəm. Bugün ciddi çağrışlar karşısında kalmışıq. Tabii ki Türk devletleri, Türk dünyası öten zaman kəsiyində kifayət qədər böyük bir məsafə qət ediblər. Dövlətlər üçün 30 illik, 35 illik bir zaman kəsiyinin böyük bir məsafə olmadığını qəbul etsək və təbii ki belədir, o zaman keçilən yolun da nə qədər əhəmiyyətli olduğunu başa düşə bilərik. Amma çağrışlar, o cümlədən mədəniyyətimizə qarşı olan çağrışlar bizdən hər zaman bir addım və bəlkə də bir neçə addım öndə gedir və ötən zaman kəsiyində buraxılmış boşluqları aradan qaldırmadan və nəticə etibarilə biz uzaq hədəflərimizi yaxın edə bilməyəcəyik və daha doğrusu müəyyən çətinliklər yaradacaq. Mən Sabir bəyin fikirlərini müəyyən qədər inkişaf etdirərək bəzi məqam haqqında bütövlükdə Türk dövlətlərinin, Türk dünyasının hal-hazırda Avrasiya məkanında təhlükəsizlik zolağı olduğunu söyləyə bilərəm. Əslində bizim böyüklüyümüzün, Türk dünyasının, Türk mədəniyyətinin böyüklüyünün də onun mahiyyətində, təməlində birbaşa humanizm missiyası daşımasından irəli gəlir və bu coğrafiyanın hal-hazırda məhz təhlükəsizlik coğrafiyasına çevrilməsi, savaşan, qütbləşən dünyanın ayrı-ayrı qütbləri arasında öz mədəniyyətini qoruyaraq, öz milli kimliyini, identikliyini qoruyaraq hər kəsi barışa, sülhə səsləməsi də qənaətimə görə Türkün tarixi missiyasından irəli gələn bir vəzifə kimi də qəbul olunmalıdır. Çağrışlardan danışırdım. Vaxtilə hələ rəqəmsal texnologiyaların inkişaf edilmədiyi bir zaman kəsiyində Türkiyədə keçirilən forumlardakı çıxışım zamanı yeni dövrə hazır olmaq barədə fikirlər səsləndirirdim. Çünki o zaman elə sosial şəbəkələr yenicə formalaşmağa başlayırdı. Yəni o qədər də populyar değildi. Biz bu zaman kəsiyini bıraxdıq və Türk dünyası özünün bir ortaq segmentini ortaya qoya bilmədi. Nəticə etibarilə bugün biz Markın, Felixin və digər ayrı-ayrı geosiyasi maraqları ifadə edən şəxslərin yaratdığı platformalar üzərində ünsiyyət qurmaq məcburiyyətində qalmışıq. Bu tendensiyaya uyğunlaşmamış, yəni mədəni körpü artıq indiki anlamda virtual dünyaya köçüb. Bir zaman biz eğer bunu coğrafya ile, quru əlaqələri ilə əlaqələndirirdirsə, artıq daha bir üst səviyyəyə daşınaraq insan şuurunun ortaya qoyduğu mövcud reallıqlar nəticəsində tamamilə fərqli bir müstəviyə keçib və biz elə bu prosesə uyğunlaşmamış artıq süni intellekt təhdidi ilə qarşı-qarşıya qalmışıq. Yəni bu mədəni formada təhdid demək, şübhəsiz təhdid. Digər aspektlərdən təbii ki, bəşəriyyətdə inkişaf verəcək, inkişafa yönəldəcək bir kontekst kimi də dəyərləndirmək olar. Yenə də qayıdıram əvvəlki zaman kəsiyinə. Vaxtilə sosial şəbəkələrin yarandığı ilkin olaraq zaman kəsiyində biz informasiya və kommunikasiya texnologiyalarının bizi inkişafa doğru aparacağı barədə fikirlər səsləndirirdik. Kontekstdə təbii müəyyən qədər bu xüsusda irəliyə doğru aparma var, kommunikasiya inkişaf edib, əlçatandır və s. Amma eyni zamanda hibrid informasiya savaşının təhdidləri belə əlçatan olur. Çox qısa məsafədə bizim üzərimizə gəlib, bizi içimizdən parçalaya bilir, bizə fərqli mədəniyyətlər altında assimilasiya olmağımıza zəmin yaradır və baskı altında biz buna qarşı müqavimət göstərmək məcburiyyətində qalırıq. Baxımdan da hücum edən tərəfə çevrilmək lazımdır bütün kontekstlərdə. Sən yaratmasan o platforma, ərazi, coğrafiya, istər virtual dünyada olsun, istər mədəni kontekstdən olursa olsun, sənə məxsus deyilsənsə şərtləri sən diktə eləməyəcəksən. Diktə edilən şərtlərin altında fəaliyyət göstərmək məcburiyyətində qalacaqsın. Baxımdan indiki zamanda Türk dünyasının qarşısında dayanan əsas vəzifələrin məhz mədəni müstəvidə əsas faktorlardan biri məhz virtual dünyada, rəqəmsal dünyada öz mövcudluğunu güclü şəkildə ortaya qoymaq və rəqəmsal dünyada vahid Türk imperiyasını formulaşdırmaqdan ibarət. Yəni əsas kontekst bunun içərisində olmalıdır. Mədəni sərhədlərimizi biz qorumadan, mədəni sərhədlərimizə tikanlı məftillər çəkmədən öz
düşüncemizle, idrakimizle, zihnimizle ve bacarığımızla tabii ki bize doğru yürüyen bu asimilyasiya yürüyüşünün karşısını almakta da çetinlik çekeceği diyeceğim bu kadar devam edecek. Teşekkür ederim hörmətli Özgün müəllim. İndi də sözü hörmətli Seyfullah Türksoy'a İpək Yolu Vəqfinin sədrinə verək. Çok kıymetli konuklar, değerli milletvekilleri, bu güzel organizasyonu teşkil eden Azerbaycan Türk Kadınlar Birliği, aynı zamanda Azerbaycan Türkiye Evi Başkanı, kıymetli milletvekili Tenzihe Rüstemhanlı hanımefendi ve onun çok kıymetli ekibi, teşekkür ediyorum. Ben de davet ettiğiniz için bu güzel organizasyona. Aranızda olmaktan dolayı büyük gurur ve şeref duyuyorum. Bu vesileyle Azerbaycan Türk Kadınlar Birliği'nin 30. yılında tebrik ediyorum. Artık Azerbaycan Türk Kadınlar Birliği sadece Azerbaycan'la sınırlı değil, o bütün Türk dünyasının kadınlarını kuşatan, kapsayan çok büyük bir organizasyona dönüştü. Ve bu organizasyonun birçok tedbirinde, birçok toplantısında da bulunmaktan büyük onur duyuyorum. Tenzihe Hanım'la yaklaşık 30 yıldır biz tanışıyoruz. Bu 30 yılda onun yaptığı muazzam hizmetlere şahit oldum. Bazı organizasyonları birlikte teşkil ettik. Özbekistan'da, Kazakistan'da, Türkiye'de, işte İstanbul'da, Ankara'da pek çok yerde. Bugün de onlardan birindeyiz. Çok kıymetli insanlar var, çok değerli insanlar var. Sizlerin huzurunda olmaktan gerçekten büyük mutluluk duyuyorum. Cumhuriyetimizin kurucusu Gazi Mustafa Kemal Atatürk 29 Ekim 1933'te çoğumuzun bildiği o meşhur sözünü söylemiştir. Nedir o söz? Sovyetlerin daha yeni yapılandığı bir dönem, 1933 yılı ve güçlü olduğu bir dönem. Daha o dönemde Atatürk diyor ki Sovyetler Birliği bizim dostumuzdur, komşumuzdur. Fakat orada bizim dili bir, tarihi bir, kültürü bir soydaşlarımız vardır, kardeşlerimiz vardır. Gün gelir Sovyetler Birliği dağılabilir. Bizim şimdiden bu kardeşlerimizle irtibat içinde olmamız lazım. Münasebet içerisinde olmamız lazım. Dil bir köprüdür diyor, tarih bir köprüdür diyor. Bu alakaları iyi korumak lazım diyor. Aslında bu Atatürk'ün, büyük Atatürk'ün önemli bir vasiyetidir. Çok önemli bir vasiyetidir. O mesajı alan insanlar bu istikamette büyük çalışmalar yaptılar. Bunlardan biri de merhum Başbuğ Alparslan Türkeş'tir. Türkeş rahmetli bunu bir sorumluluk ve bir misyon olarak kabul etmiş ve bu istikamette binlerce, yüz binlerce talebe yetiştirmiştir. Geriye dönüp baktığımızda Perestroika, ardından işte 1991 yılında Sovyetlerin dağılması, birdenbire karşımızda geniş bir, büyük bir Türk dünyasını bulmuş olduk. Çoğu insanlar için bu sürpriz oldu. Kısmen bir hazırlık içindeydik ama Türkiye olarak söylüyorum ama keşke Atatürk'ün o vasiyeti, Atatürk'ün o mesajı daha düzgün algılansaydı daha farklı hazırlanmış olurduk. Bugün 35 yılda kat ettiğimiz mesafeyi belki 5 yılda, 10 yılda kat edebilirdik. Ama geriye dönüp baktığımızda geldiğimiz nokta hiç de az bir nokta değil. Bugün gururla ve şükürle ifade ediyorum. Türk dünyası çok iyi bir noktada ilerleyişini ve yükselişini sürdürüyor. Ben bu süre zarfında 1991'den bugüne başta Azerbaycan olmak üzere bütün Türk dünyası ta Sibirya'daki Tuvalara, Hakaslara, Altaylara kadar yakından takip etme imkanı buldum. Televizyon programlarımla onları Türkiye'ye ve dünya kamuoyuna tanıtmaya çalıştım. Bugün geldiğimiz noktada işte ilk kurulan biraz önce kıymetli şairimiz, değerli büyüğümüz Sabir Rüstemhanlı'nın bahsettiği gibi ilk kurulan teşkilat Türksoy Teşkilatı'dır. Türk dünyasının UNESCO'su. Ardından işte diğer kurumlarımız oluşmaya başladı.
Türk Devletleri Teşkilatı'nın ilk adı Türk Konseyi'dir. Türk dili konuşan ülkelerdi. Şimdi bugün o teşkilatın adı Türk Devletleri Teşkilatı. Tam da bizim istediğimiz gibi her yıl devlet başkanlarımız bir araya geliyor ve önemli kararlar alıyor. Önemli toplantılar yapılıyor. Keza bir diğer kuruluşumuz Türk Akademi Birliği, Uluslararası Türk Dünyası Akademi Birliği. Buradan tabii Kazakistan'ın ilk kurucu devlet başkanı Nursultan Nazarbayev'i de ben saygıyla anıyorum. Allah uzun ömürler versin. Onun çok büyük teşebbüsü olmuştu. Geldiğimiz noktaya baktığımızda bardağın dolu tarafının gayet güzel olduğunu görüyoruz. Yeterli midir? Değildir. Öte yandan bu ülkeler, ben 91'deki halini de biliyorum, Bakü'yü de biliyorum, Taşkent'i de biliyorum, Almata'yı, Astana'yı hepsini biliyorum. Gerçekten büyük ilerlemeler kat ettiler. Bugün Bakü'yü gezdiğimizde inanın, yani dışarıdan gelen insanlar da aynı şeyi söylüyor. Bugün Avrupa'nın en modern kentlerinden, şehirlerinden çok daha güzel bir Bakü var karşımızda. Ve bunlar, bütün bu çalışmalar 20-25 yıl içinde oldu, 15-20 yıl içerisinde oldu. Geldiğimiz nokta az bir nokta değil. Ama bunu bundan sonraki çalışmalarımızla, akılla, bilimle ve stratejiyle yapacağımız çalışmalarla taşlandırabiliriz. Çünkü Türk medeniyeti dediğimizde binlerce yıllık bir kültür havzasını düşünmeliyiz. Büyük medeniyetler kuran bir milletten bahsediyoruz. Ve önümüzdeki süreçte Türk milletinin dünyaya söyleyeceği çok büyük bir söz olacağına inanıyorum. Ve bunun emarelerini biz görüyoruz. Bu noktada mihenk noktalarından birisi de, çok önemli dönüm noktalarından birisi de Karabağ Zaferi'dir. Karabağ Zaferi'nin etkilerini, yankılarını ben bütün Türk dünyasında hissediyorum. Ya o zafer sadece işte Türkiye'deki işte insanları ya da Azerbaycan'ı mutlu etmemiştir. İnanın Karabağ Zaferi ile Kırgızistan'daki Kırgız da, Özbekistan'daki Özbek de, Kazak da bir moral ve cesaret bulmuştur. O yönüyle Karabağ Savaşı çok önemli bir dönüm noktasıdır. 200 yıldır toprak kaybeden Türk dünyası, Azerbaycan ilk defa topraklarını geri almıştır. Ve ayrıca Garbi Azerbaycan üzerinde de hak iddia etmiştir. Çünkü Garbi Azerbaycan da eski Türk topraklarıdır. Bu da gerek Ermeni tarafını ve gerekse dünyayı da ciddi endişeye sevk etmiştir. İnşallah bu gelişmeler ışığında Türk medeniyetinin önümüzdeki 10 yıl, 20 yıl sürecinde 2050 vizyonuyla yeniden taşlanacağını ve dünyaya hakim olacağını ben düşünüyorum. Buna kalben de, yürekten de inanıyorum. Yani önümüzdeki dönemde çok büyük gelişmeler olacak. Yeter ki biz fitnelere kalmayalım, fitnelerin etkisinde kalmayalım, birliğimizi, beraberliğimizi koruyalım. Kimi mezhep açısından yaklaşacak, kimi başka şeylerden yaklaşacak. Araya kriptolar girecek, bizi birbirimize küstürmeye çalışacaklar. Bizde de, orada da, başka yerlerde de. Bunların sesini kesmek durumundayız. Ya da bunları dikkate almadan yolumuza devam etmek durumundayız. Çünkü gelecek Türk aslıdır. Buna tüm kalbimle inanıyorum. Bunun için de her türlü altyapımız, her türlü donanımımız, gerek kültürel anlamda, gerek ekonomik anlamda, gerekse diğer sahalarda her türlü altyapımız vardır bizim. Enerji kaynakları bizde, maden kaynakları bizde. Her türlü insani, vicdani değerler bizde. Neden biz dünyanın hakim olmayalım? Dünyanın hakim olmak derken tabii biz konuya elbette ki basit bir ırkçılıkla yaklaşmıyoruz. Türk milleti büyük bir medeniyetin taşıyıcısı ve insanlığın da aslında adaletin ve insanlığın da belki de en önemli teminatıdır Türk milleti. O yönden bu tür çalışmalar çok önemli. Sivil toplum kuruluşlarına büyük görev düşüyor. Devletler elbette ki bir yere kadar yapacaklarını yaparlar. Ama bunun altını dolduracak olan
içtimai cemiyetlerdir. İşte Azerbaycan Türk Kadınlar Birliği gibi, burada diğer içtimai cemiyetler gibi cemiyetler bunun altyapısını dolduracak, hazırlayacak ve bizi geleceğe taşıyacak. O yönden ben çok umutluyum, çok ümit varım. Gelecek Türk asrındır, gelecek Türk milletindir. Hepinize teşekkür ediyorum. Biraz sonra herhalde yine devam edeceğiz değil mi? Yani konuşmamız gereken yerlerde konuşacağız. Çok teşekkür ediyorum. Teşekkür ederim Sayın Seyfullah Bey. Değerli milletvekilimizin de söyledi ki Türk dünyasının medeni birliğinin karşısında medeni identikliğin korunması kimi vacib mesele durur ve müasir rəqəmsal təzyiqlərin qarşısında, təhdidlərin qarşısında biz məhz milli kimlik faktorunun əsasında dayana bilərik. Sayın Seyfullah Bey Türk dünyasının birliyindən, Atatürk'ün xidmətlərindən və çox dahiyanə söylədiyi hazırlıq olmalıyıq fikirlərindən danışdı və Qərbi Azərbaycan məsələsinə toxundunuz. Qərbi Azərbaycan anlayışı dedikdə biz indiki coğrafi mənada indiki Ermənistan ərazisini nəzərdə tuturuq. Naxçıvanla Azərbaycanın bütöv hissəsinin arasında bir qılınc kimi saplanmış o indi Ermənistan adlandırılan həmin dövlət vaxtilə Naxçıvanla Türkiyənin əlaqəsini də kəsməyə çalışırdılar. Quru sərhədlərini kəsməyə çalışıblar və o quru sərhədlərinin 11 kilometrlik Naxçıvanla bu günləri o Ümid Körpüsü adlandırdığımız o körpünün yerləşdiyi ərazinin Azərbaycanda, Naxçıvanda və Türkiyənin ərazisində qalması, sərhədləri daxilində qalması da məhz Atatürk'ün böyük xidmətlərindən biridir. Bu yerdə sözü Sayın Engin Şirvana, Beynəlxalq Final Üniversitetinin professoru. Size vermek isterim. Buyurun. Çok teşekkür ederim. Öncelikli olarak bugün burada olmama ön ayak olan bütün devlet büyüklerine, ilgili örgütlere ve Sayın Milletvekilimiz Tenzile Hanım'a yürekten teşekkür ederim. Bununla beraber şunu da söylemek isterim. Ben bugün burada Kıbrıs adına mevcudum. Ancak ben bir Ankaralıyım. Türkiye'den geldim. Ve burada size önce Kıbrıs nedir ne değildir bununla alakalı bir iki kelam etmek isterim. Azeri Türkçesiyle Şimali Kipr. Şimali Kipr şöyle bir şey. Bana bir Türk ülkesi söyleyin, bir Türk ülkesi gösterin, ben size bir Ergenekon hikayesi anlatayım. Kuzey Kıbrıs Türk Cumhuriyeti'nin Ergenekon hikayesi 1950'lerde önce İngiliz mezalimine karşı, daha sonrasında da Rum mezalimine karşı varoluş mücadelesiyle başlar. Ve bu mücadele bizim pek çok destanımızda her zaman kahramanlar askerdir, kuvvetli kahramanlardır, önderlerdir. İki tane günlük hayatımızda olan sivil insanın başarısıyla olmuş olan şeylerdir. Birincisi Doktor Fazıl Küçük, kendisi bir tıp doktoru ve gazeteci. Diğeri de Sayın Raif Denktaş, kendisi aslında bir avukat. Bu iki beyefendinin liderliğinde kurulmuş olan Türk Mukavemet Teşkilatı'nın çalışmaları ve direnişiyle oradaki Kıbrıs Türk halkı ayakta kalmıştır. Ve eğer ki bir şekilde Allah korusun 74'te Türkiye Cumhuriyeti harekatı yapmasaydı bile son insanına kadar onlar direnmeye devam ederlerdi. Allah nasip eder bir gün inşallah sizler de Kuzey Kıbrıs Türk Cumhuriyeti'ne gelirsiniz. Öyle yerler var, öyle hikayeler var ki bir tane köy Rum komandolarına karşı tek bir tane yaşlı çobanın elindeki tüfek ve orakla korunmuş ve düşmemiş. İşte biz Türkler böyle insanlarız. 50 yıl sonrasında bugün buraya geldiğimden beri bunu bana soran, merak eden insanlar oldu. Cumhurbaşkanlığı değişiminden sonrasında Kuzey Kıbrıs Türk Cumhuriyeti'nde farklı düşünceler var mıdır, yok mudur, ne oluyor, ne bitiyor? İki cevap vereyim size. Birincisi, her zaman her yerde çatlak sesler, farklı düşünceler vardır. Bu kaçınılmaz olan bir şey. Ama ikincisi ve en önemlisi, Türk, Türktür. Her ne olursa olsun. Ve şu andaki Cumhurbaşkanı olan Sayın Erhürman farklı bir beyefendi değil. Kendisi de Türk ve şu anda devlet otoritesini oturtmaya çalışan, buna göre uluslararası bağlantılar kurmaya çalışan bir beyefendi. Ancak Kuzey Kıbrıs Türk Cumhuriyeti Türktür. Bunlardan sonrasında şunu söylemek isterim. Bu bir medeniyetler şurası. 50 sene öncesinde bu kadar kanlı mücadeleler yaşamış olan ve 1950'lerden 74'e kadar 24 yıllık bir mücadelenin sonucunda kendi ülkesine ve bayrağına sahip olmuş olan bir ülkeyi düşünecek olursak bugün dünyada bir ateş çemberi varken, bir tarafta Ukrayna-Rusya savaşı, bir yanda İran'da olanlar bitenler varken Kuzey Kıbrıs Türk Cumhuriyeti dünyada gidip gidebileceğiniz en güvenli yerlerden biri ve aynı zamanda
Ben Uluslararası Kıbrıs Üniversitesi'nde İktisadi İdari Bilimler'de yardımcı doçent doktorum. Aynı zamanda üniversitenin halkla ilişkiler ve basın sorumlusuyum. Bir akademisyen olarak şunu söyleyebilirim. Kıbrıs bir eğitim adasıdır. Medeniyet adasıdır. İnsanlara en çok vermeye çalıştığı, katmaya çalıştığı şey eğitimdir ve ulaşılabilir eğitimdir. Kıbrıs'ta bir öğrenci rahatlıkla hocasına, dekanına, hatta ve hatta rektörüne ulaşabilir. Özgürlük ve rahatlık içerisinde ben buradan şuraya giderken birisi bana hangi gözle bakacak? Ben şu millettenim, bu millettenim, şu dine inanıyorum, bu dili konuşuyorum diye hiçbir şekilde düşünmeden özgürce ve rahatça yaşayabileceği, dolaşabileceği bir yer. Bu sebeple Kuzey Kıbrıs Türk Cumhuriyeti, Türk devletleri arasında belki en gençlerinden biri ve ne yazık ki şu anda tanınırlık durumunda sadece Türkiye Cumhuriyeti tarafından tanınıyor. Ancak bunun yanında medeniyetse konu en örnek olabilecek bütün önündeki engellere ve boyut olarak daha limitli olmasına rağmen medeniyet konusunda çok büyük bir üretim içerisinde olan bir ülkedir. Çünkü ürettiği şey bilim, ürettiği şey insan yetiştirmek, ürettiği şey üniversite eğitimi. Bu sebeple sözlerimi buraya kadar getirebiliyorum. Birazcık da heyecanlandım, kusura bakmayın, bu tarz konularda acemiyim biraz. Dilerim günün birinde Kuzey Kıbrıs Türk Cumhuriyeti de tüm uluslararası camiada eşit bir ülke olarak tanınarak bunun gibi yerlerde boy gösteriyor olur. Ancak o güne kadar yaşayın, var olun. Çok teşekkür ederim burada olduğum için. Çok teşekkür ederim Sayın İncin Bey. Kıbrıs'ı bize belki de bundan güzel anlatan olmazdı. Ben az önce Türk halklarının dünyaya bəxş elədiyi ilklər haqqında danışdım. Bizim panelistlərimiz arasında Yeganə xanım, Fira xanım Cəllovadır, mədəniyyətşünas və QYT sədri. Onu da demək istəyirəm ki, Türklərdə qadına böyük ehtiram həmişə olubdur, tarixən mövcud olubdur. Hətta Qağanların dövründə onlarla rəsmi qəbullarda oturmaq hüquqlarına malik olan hatunlarımız olub. Onların böyük rolu var və Türk insanının yetişdirilməsində, onun mədəni inkişafında, intellektual inkişafında qadınlarımızın böyük rolu olub. Təsadüfi deyil ki, Azərbaycanda qadına ilk dəfə seçki hüququ məhz Azərbaycanda verilibdir. Ona görə sizə axırda söz verməyimizə baxmayın. Bu bizim sizə saygımızdan irəli gəlir. İnanıram ki, siz də öz çıxışınızla bizi tamamlayacaqsınız. Teşekkür ederim. Çok sağ olun, teşekkür ederim. Hakikaten düzgün vurguladınız ki Türk dünyası tarihinde kadın sadece bir ana ve bir aile üzvü değil. O aynı zamanda medeniyetin kurucusu, ənənələrin daşıyıcısı ve geleceğin yaratıcısı olarak qeyd olunub. Hatta tarihe biz geçmişte bir sefer edəndə də görürük ki, hakikaten de Türk hanımı söz nəsil mənasında gücün, müdrikliyin ve ləyaqətin simvolu kimi tarixdə öz izini koymuş bir Türk hanımıdır. Bu hem ocağın qoruyucusu deyirlər anaya, qadına və həm də eyni zamanda cəmiyyətin inkişafında istiqamətlənən bir şəxsiyyət kimi də formalaşıb. Eyni zamanda da Türk dövlətləri arasında yaradılan bu mədəni körpülər də məhz qadınlardan başlayır desəm yanılmaram. Çünki həqiqəti vurğulayaq ki, bəli, mədəniyyət əlbəttə ki, bu mədəni körpülər dövlətlərdən başlayır. Amma həmin o körpülərin fəaliyyətinə istiqamət verəndə məhz qadınlardır. Çünki qadınlar gələcəyimizin nəslini, gələcək nəslin nümayəndəsini yetişdirən, onlara təhsil verən, onları cəmiyyətə formalaşdıran və eyni zamanda tibbi cəhətdən də sübut olunub ki, bəylərin də əksəriyyəti yox, bütün bəylərin də genetik cəhətdən savadı, biliyi məhz anadan keçir. Bu artıq danılmaz bir faktor ki, Türk qadının savadı, biliyi, onun dünyaya gətirdiyi və gələcəkdə cəmiyyətə faydalı olabiləcək bir vətəndaşın yetişdirilməsi üçün ən önəmli faktordur. Və bu zaman, bu gün keçirdiyimiz forumunda siz gözəl vurguladınız ki, sonda bu panelistlərdən də biri məhz xanımın olması və Türk qadınının dünyaya gətirdiyi övladın da cəmiyyət üçün faydalı olabiləcək sizin kimi bəylərin bugün burada oturur və bu mövzunu müzakirə etməsi də məhz bundan irəli gəlir. Çünki vətən nədən başlayır? Vətənə sevgi anadan başlayır və ona görə də hər kəsin Allah analarına can sağlığı versin, dünyasını dəyişən bütün analara qəni-qəni rəhmət diləyirəm ki, sizin kimi bəyləri dünyaya gətirib və sizin kimi bəylərə Türk sevgisini, vətənə olan məhəbbəti, vətənpərvərliyi aşılayıb
arzulayıb ki, bu günləri biz bu mövzunun müzakirəsində də Türk xanımının dəyərini, Türk xanımına verilən, qadınına verilən o qiyməti də heç vaxt əsirgəmirik. Tarixə söykələnərək daim olaraq onu səsləndiririk. Təşəkkür edirəm ki, bugün Tənzilə xanım bu mövzuda möhtəşəm bir forum qoymusunuz və Türk xanımının gücünü, bir daha Türk xanımının zəkasını, Türk xanımının ləyaqətini təkcə Türk dövlətlərinə deyil, Türk dövlətlərindən də kənar, ölkəmizin hüdudlarından da kənar bütün dünyaya biz bunu göstəririk, aşılayırıq və bundan sonra da illər də keçəcək. Türk xanımının adı, ləyaqəti, mərdliyi, müdrikliyi daim olaraq tarixdə öz izini qoyacaq və siz də bu izi qoyanlardan biri olduğunuz üçün sizə təşəkkür edirəm. Aydan xanım, sizə çox təşəkkür edirəm ki, gənc bir xanım olaraq Türk xanımının mədəniyyəti artıq xanıma baxdıqda üzündə əks olunub və həqiqətən də Türk xanımının gözəlliyi, mədəniyyəti onun biliyi və savadına irəli gəlir ki, bugün burada zalda əyləşən əksəriyyət xanımlardır, diqqət yetirdinizsə. Bəylərimiz var, həqiqətən də Türk xanımlarını bir xanım olaraq ismində istəyərdim ki, biz bəylərimizi alqışlayaq. Çünki bəylər sayəsində biz seçkilərdə iştirak etdik. Bəylər sayəsində biz cəmiyyəti idarə etməyə başladıq. Bəylər sayəsində biz təhsilli olduq və bəylərin bizə yaratdığı şanslar sayəsində də biz xanımlar öz ayaqlarımızın üstə durmağı bacardıq. Hər bir güclü bəyin arxasında deyilə bir xanım var, amma mən düşünürəm ki, hər bir güclü xanımın yanında bir bəy var və o savadlı, güclü bəyi də dünyaya gətirən məhz Türk xanımıdır. Təşəkkür edirəm sizə və hələ də bu mövzunu müzakirə edəcəyik. Çox təşəkkür edirəm, hörmətli Firə xanım. Həqiqətən bir mədəniyyətşünas kimi və cəmiyyətin problemlərindən sorumlu insan kimi həqiqətən bu məsələlərə dəqiq qiymət verdiniz. Burada biz cəmiyyəti birləşdirən mədəniyyətin yəqin ki, tərbiyə edici funksiyası üzərində fokuslanmalı oluruq sizin çıxışlarınızdan sonra və hörmətli İnci bəy burada qeyd elədi ki, Kıbrıs bir təhsil adasıdır və bu eğitim adasıdır və burada böyük universitetlər var. Türk dünyasını əhatə edən dövlətlər arasında təhsil sahəsində hansı addımları hörmətli Elçin müəllim atılmasını məqsədə uyğun hesab edirsiniz ki, bizim ölkələr arasında və gənclər arasında inteqrasiya həm elmi müstəvidə, həm təhsil müstəvisində daha da gəlişsin, daha da inkişaf eləsin. Təşəkkür edirəm. Təhsil sahələrində əlaqələrin inkişaf etməsi üçün bütövlükdə təhsil sistemlərinin bir-birinə uyğunlaşdırılması vacib şərtlərdən biridir və biz daha öncə hörmətli təhsil ekspertimizlə də bu barədə danışırdıq tədbirdən öncə. Bizi uzun zaman kəsiyi ayırıb, yəni mahiyyət etibarilə ayrı-ayrı ideoloji sistemlərdən sıyrılıb çıxmışıq və qısa müddət, qısa zaman kəsiyi ərzində buraxılan boşluqları təbii ki, bərpa etmək mümkün deyil, amma təhsil sahəsində təbii ki, bu proseslərin daha sürətlə həyata keçirilməsinə ehtiyac var. Birinci növbədə hüquqi bazanın formalaşdırılması ilə bağlıdır. Təhsil sahəsində vacib faktorlardan biridir və bütün Türk dövlətləri arasında eyni modelə, eyni sistemə inteqrasiya olunmaq. Sözün doğrusu mən bu inteqrasiya sözünü sevmirəm, yəni bütövləşmək. Çünki inteqrasiya içində bir ekspansiya daşıyan bir mülahizədir. Sanki sən buradan götürüb nəyisə başqa bir yerə daşıyırsan. Yəni biz heç yerə daşımırıq, biz yerimizdəyik. Kim gəlirsə bizim yanımıza buyursun. Yəni mahiyyət etibarilə terminoloji baxımdan təbii ki, bu qarşılıqlı anlayış verir, yəni inteqrasiya, amma bu günə qədər bizə tətbiq olunan və təbliğ olunan, təşviq olunan anlayışın içərisində nəticə etibarilə bu hansısa başqa bir məkana daşınmaq kimi qəbul olunur ki, bizim də hər hansı bir məkana nə coğrafi baxımından, nə mədəni baxımından daşınmaq niyyətimiz yoxdur. Təhsillə bağlı sizin söylədiyiniz fikirləri davam elətdirib, təbii ki, müəyyən pozitiv notları da, yəni müsbət məqamları da qeyd etmək lazımdır. Xüsusilə də son dövrlərdə Azərbaycanla Türkiyə arasında təhsil sahəsində imzalanan çox sayılı sənədlər, o cümlədən peşə təhsili ilə bağlı ortaq deməli layihələrin həyata keçirilməsi də vacib faktorlardan biridir. Bəlli olduğu kimi Cənab Prezidentin son fərmanlarından birində, sərəncamlarından birində Azərbaycanda 21 yeni peşə təhsilli məktəbin yaradılması ilə bağlı bir
proqram ortaya qoyulub. Proqramın paralel olaraq Azərbaycanla Türkiyə arasında imzalanmış təhsil sahəsindəki sazişə əlavə olaraq peşə təhsili sahəsində də əməkdaşlığın genişləndirilməsi və ortaq təhsil sisteminin qurulması ilə bağlı bu istiqamətdə vacib bir deməli sənəd imzalanıb. Qənaətimə görə bu son illərdə, yəni ilkin olaraq Türkiyə ilə Azərbaycan arasında təhsil modellərinin uyğunlaşdırılması, xüsusilə də peşə təhsili sahəsində atılan ən önəmli addımlardan biridir. Bir də ki, bütövlükdə Türk dünyasının gələcəyi də nəticə etibarilə bugünə qədər qət edilən məsafə də Azərbaycanla Türkiyənin birliyindən ortaya çıxır. Biz başlayırıq, daha sonra digərləri bu prosesin içərisinə qatılırlar və nəticə etibarilə Azərbaycanla Türkiyənin təhsil sistemi arasındakı davamlı inteqrasiyanın, davamlı bütövləşmənin irəliyə doğru aparılması daha sonra artıq bunun bütün istiqamətlərdə özünü biruzə verməsinə zəmin yarada bilər. Təşəkkür edirəm, hörmətli Elçin müəllim. Mən fikirləşirəm ki, bizim zalımızda kifayət qədər dəyərli insanlarımız, iştirakçılarımız var. Mən xahiş edərdim ki, onlar da bizim müzakirə etdiyimiz məsələlər haqqında çox qısa fikir bildirsinlər və ya sual versinlər. Buyurun, etibar edin. Dərsliklər çevirmək də olar, çevirməmək də olar. Bizim ixtisas üzrə Mədəniyyət və İncəsənət Universitetində tədris üçün istifadə olunsun. İkincisi, ən ciddi məsələlərdən biri mən düşünürəm ki, ensiklopediya və lüğətlər məsələsidir. Yəni, Türk alimləri ilə bizim alimlər 2 cildlik də ola bilər, 3 cildlik də ola bilər bir mədəniyyət ensiklopediyası demək olar çapına demək imkan yarada bilərlər. Redaksiya heyəti yaradıla bilər. Məsələn, Sabir bəy olar redaksiya heyətinin sədri. Mən uzun illər ensiklopediya işi ilə məşğulam. Bu anlayışlardakı mürəkkəbliyi aradan qaldırmaq lazımdır. Yeni anlayışlar gəlib. Məsələn, dünyada kulturologiya bir elmdir, sivilizasiya şünaslıq bir elmdir. Ayrı-ayrı elmlərdir. Yəni, mənim təklifim bundan ibarətdir və Tənzilə xanıma yenə təşəkkür edirəm. Bu mədəniyyət körpüsünün demək salınmasında onun müstəsna rolu var. Əlbəttə, bu asma körpü deyil. Bunun dayaqları var. O dayaqlar əlbəttə ki, təhsildir, elmdir. O dayaqlar demək, dəyərlərdir, möhkəm dayaqlardır və bu yolu həmişə daha uğurlu və aşınmaz bir körpünü aşınmaz bir vəziyyətdə qoruyub saxlayacaq. Təşəkkür edirəm. Etibar müəllimin fikirlərinə bağlı Elçin müəllim çox güzel. Təşəkkür edirəm. Etibar bəy çox önəmli məqamlara toxundu. Vacib faktorlardan biridir, əhəmiyyətli dərəcədə. Ən böyük problemlərdən biri ondan ibarətdir ki, kulturologiya sahəsində sistem olaraq biz fərqli ideoloji sistemlərdən çıxmışıq. O anlayışlar ki, vaxtilə Azərbaycanda, Özbəkistanda, Qazaxstanda, Qırğızstanda kulturologiya adında, maarifçilik adında təbliğ olunub. O anlayışlar ideoloji sistemin tərkib hissəsi olaraq artıq sıradan çıxır. Bu baxımdan da artıq bir vahid platformanın bu istiqamətdə formalaşmasına ehtiyac var. Tamamilə dəstəkləyirəm fikirlərinizi və eyni zamanda bir məqama da toxunmaq istəyirəm. Bu da çox vacib faktorlardan biridir. Lüğətlərlə bağlı. Ən böyük problemlərimizdən biri ondan ibarətdir ki, biz bugünə qədər hətta Azərbaycan türkçəsinin, Azərbaycan dilindəki lüğətlərini belə biz virtual məkana daşıya bilməmişik. Yəni, söhbət burada PDF formatında hansısa kitabın yüklənməsindən getmir. Yəni, reallıq ondan ibarətdir ki, bugün gənclik, müasir gənclik daha çox platforma olaraq
kitabdan deyil, sosial şəbəkələrdən və yaxud internet resurslarından faydalanır və orada bizim lüğətlərimiz yoxdur. Əgər dilimizin inteqrasiya olunmasından, dilimizdə fərqli olan anlayışların aradan götürülməsindən söhbət gedirsə, o baxımdan da bütövlükdə türk dillərinin ayrı-ayrılıqda izahlı lüğətlərinin qarşılıqlı şəkildə vahid bir platformada yerləşdirilməsinə ehtiyac var ki, nəticə etibarilə bu daha əlçatan olsun və həm də qarşılıqlı şəkildə bir-birimizin daha yaxından anlamağımıza kömək olacaq. Çünki bu həm də bir-birinə təsir göstərərək mədəniyyətlər, dillər inkişafa zəmin yaradacaq. Ziya Göyalpın da vurğuladığı kimi, yəni kiçik mədəniyyətlər, türk xalqlarının ayrı-ayrı toplumların mədəniyyətləri bir-birinə təsir göstərərək daha böyük mədəniyyətin formalaşmasına zəmin yaradır. Çox sağ olun, hörmətli Elçin müəllim. Dəyərli qonaqlar, hörmətli panel iştirakçıları, hər bir tədbirin bəlli bir vaxt formatı, bəlli bir vaxt müddəti var. Gəlin, əgər icazəniz varsa, biz artıq 1 saat yarımdır ki, buradayıq ümumilikdə. Mən xahiş edərdim son 5 dəqiqəni bizim zalımızdan fikir bildirmək istəyən, təşrif irəli sürmək istəyən kimsə varsa ona verək. Çox sağ olun. Mən istərdim ki, bu körpünü okeanın o tayına uzadaq, Amerikaya. Biz danışdıq, amma Amerikada olan türklər barəsində söhbət açılmadı. Amerikanı ilk kəşf edən türklər olublar. Kanada sözünü götürək. Kanada, nə deyim, Kanada kənd sözündən əmələ gəlibdir. Mən bir bələdçi, yol bələdçisi Kanada, İngiliz dilində onu oxumuşdum ki, Kanada sözü kənd sözündəndir. İngilizcə village. Ondan yaranıbdır. Və oraya gedəndə Avropalılar bir yerə adam tutublar ki, buradan ona necə adlanır? Şimali Amerika deyib ki, kənd adlanır. Kanada ondan yarandı. Və ümumiyyətlə burada mən minnətdarlığımı bildirirəm Tənzilə xanıma ki, belə bir böyük tədbir hazırlayıb və bundan sonra belə tədbirlər bizə çox lazımdır. Ancaq dilimizi biraz çıxış edənlər, məsələn, sözlər var burada, mən onlar işləyən həmişə qıcıqlanıram. Təhsil, mədəniyyət. Halbuki bunlar hamısı ərəb sözdür. Mədəni nə deməkdir? Mədəni şəhərli deməkdir. Bu, Türkçədən o kultur sözü, onu çox düzgün tapıblar. O da fransız sözü. Nə? Kökən olaraq Türklər, fransızlar. Nəyi? Kultura? Yox. Yox. Kültür İsmailoviç, böyük Türkoloq. Böyük Türkoloğun adını unuttum. Marrın şairdi. O demişdi ki, kultur sözü Türk sözüdür, kalça, qol sözündən əmələ gəlir. Qol. İlk dəfə görüblər ki, türklər qolundan nələr edirlər. Onunla yaranıb qol, kalça sözündəndir. Fransız sözü deyil. Eyni zadda akademik sözünü də biz deyirik ki, Fransız sözü. Əslində akademik adım, işıqlı adam deməkdir. Yəni demək istəyirəm ki, belə şeylər. İndi mən istərdim ki, yəni Amerikanı ki, ilk türklər açmışlar, kəşf eləmişlər. Onunla əlaqələrimizi. Məsələn, orada, mənim oğlum orada yaşayır, deyir ki, burada uzun həmdan deyirlər, o alaçıq yoxdur. Ona uzun həmdan deyirlər, uzun tikilər var. Ata-ana el orada da ata-anadır, o hinduların arasında. Yəni, demək istəyirəm ki, biz gərək biraz da o tərəflərə baxaq. Çox sağ olun, diqqətinizi verin. Bəli. Salam, mən bütün tədbir iştirakçılarına salamlayıram və eyni xahiş edirəm, özünüzü təqdim edin. Biz sizi tanıyırıq. Və eyni zamanda mən çox təşəkkür edirəm ki, belə bir tədbir bugün təşkil olunub və tədbirin təşkilatçılarına öz minnətdarlığımı bildirirəm. Bu, çox yerində və çox vacib olan. Çünki hal-hazırki dünyada ki, bayaq Sabir bəy də çıxışında qeyd elədi, dünyada artıq sivilizasiyaların qarşı-qarşıya
gəldiyi bir məqamda keçirilir bu tədbir. Yəni biz istər etiraf etsək də, etməsək də biz artıq görürük ki, dünya artıq qütbləşib. Yenidən bu qütbləşmə isə sivilizasiyalara söykənərək formalaşıb və yaranıb və belə bir halda təbii ki, bizim Türk dünyasında da necə deyərlər, bir mərkəzləşmənin yaranması və Türk dünyasında, Türk ölkələr arasında inteqrasiya prosesinin yaranması günün ən vacib məsələlərindən olmalıdır və necə ki, o cürdə var və həyata keçirilir. Mən bir şeyi burada demək istəyərdim, daha doğrusu mən çıxış eləmək istəmirəm, mən sadəcə olaraq öz təklifimi bildirmək istəyirəm. Mən özüm universitetdə dərsləyirəm, deməli, regionşünaslıq ixtisası üzrə dərsləyirəm və mənə elə gəlir ki, bizim burada qoyduğumuz məsələləri biz həm də təhsil sisteminə aparmalıyıq. Yəni bizim mədəniyyət təkcə bu körpü, necə deyərlər, mədəniyyət, ədəbiyyat, tarix falan bu məsələlərlə bərabər bu həm də təhsil vasitəsilə bütövlükdə cəmiyyətə yeridilsin və çatdırılsın. Bu mənada mən hesab edirəm ki, məsələn, mən son, necə deyərlər, proqramların birində, özümün şəxsən son proqramlarımın birində hazırladığım proqramda Türk Dövlətləri Təşkilatı belə bir mövzu da salmışam ora ki, yəni Türk Dövlətləri Təşkilatının 91-ci ildən başlayaraq bu günə qədər keçdiyi yol barədə bütövlükdə bizim tələbələrimizə məlumat verir və eyni zamanda tələbələr də görsün ki, bu Türk Dövlətləri Təşkilatının formalaşması elə birdən-birə göydən, havadan gəlmir. Bu zaman-zaman yəni formalaşır və bu gündə artıq bir regional təşkilata çevrilir və az qala dövlət bəzi funksiyalarını da, necə deyərlər, Avropa İttifaqında olduğu kimi bu regional təşkilatda da dövlətlər də öz bəzi funksiyalarını artıq həmin regional təşkilatlara verməkdədir. Çox sağ olun, mənim deyəcəyim bu qədər. Təşəkkür edirəm. Onu bildirim ki, bu Türk mövzusu, Türk birliyi mövzusu ümumiyyətlə bizim təhsil sistemimizin içində tamamilə yox deyil. Bu var, mövcuddur. Mən hətta Mədəniyyət və İncəsənət Universitetində Türk xalqlarının incəsənəti fənnindən bir semestr dərs demişəm. O dərslər hər il davamlı şəkildə magistratura səviyyəsində tədris olunur. Bu demək deyil ki, biz tədrisdə və elm sahəsində bu Türk birliyi ilə bağlı məsələlər və Türk xalqlarının arasındakı mədəniyyət körpülərinin qurulması ilə bağlı işlər getmir. Bu məsələlər də öz həllini tapır və gedir. Bir də göz istəyirəm. Buyurun. Bu çox gözəl təkliflər oldu. Xüsusən bu mədəniyyət məsələlərinin təhsil sistemi ilə bağlanması və təhsil sahəsində mədəniyyətdə daha geniş yer verilməsi. Təəssüf ki, bizim arzuladığımız deyil. Mədəniyyətə ayrılan diqqət həm iqtisadi sahədə, həm başqa sahələrdə o qədər də böyük deyil. Bunu genişləndirmək lazımdır. Mən bir örnək Özbək dostlarımızın, qardaşlarımızın bir təcrübəsini indi xatırlayıram və hesab edirəm bu son dərəcə önəmlidir. Mədəniyyət deyiləndə mədəniyyətin ən vacib sahələrindən biri millətin mənəviyyatıdır. Mənəviyyat, onun mənəviyyat hər şeyi əhatə edir. Bizdə ilahiyyat dərsi keçirsin falan belə təkliflər vardır. O mənəviyyat hər şey onun içindədir. Özbəklərdə orta məktəbdə bir dərs var, mənəviyyat dərsi. Və o mənəviyyat dərslik 2-ci, 3-cü sinifdən başlayaraq hər sinifin özünə görə bir mənəviyyat dərsliyi var. Çox yaxşı olar ki, Azərbaycan bu təcrübəni öyrənsin və bizim bugün mənəviyyat məsələləri millətin varlığı, yoxluğu məsələsidir. Bu dəqiqə o çox ciddi bir aşınma gedir. Onun qarşısını alınması üçün orta məktəblərdə mədəniyyəti də öz içinə almaq şərti ilə bir mənəviyyat dərsliyinin keçirməsi yaxşı olar. Dəyərli qonaqlar, çox sağ olun, hörmətli Sabir müəllim. Həqiqətən maraqlı təşriflər sürürsünüz. Dəyərli qonaqlar, son iki təklifi eşidək. Əgər bu fikirlə razısınızsa, sonra bizim imkanımız olacaq ki, fərdi qaydada tədbirin, belə deyim də, qeyri-rəsmi hissəsində biz müzakirələrimizi şəxsi planda aparaq. Amma dediyim kimi, tədbirin də bəlli bir formatı var. Əgər bu təşriflə razısınızsa, bir alqışlarınızı eşidək, ondan sonra tədbirimizi bağlayaq. Bugünkü mədəniyyət körpüsü forumunu təşkil elədikləri üçün ilk növbədə Tənzirə xanıma və digər dəstək olan bütün təşkilatlara öz təşəkkürümü bildirirəm. Mən bir tarixçi, tədqiqatçı olaraq fikrimi bildirmək istəyirəm. Mədəniyyət tarixən
şərq ölkələrində yaranıb və şərq ölkələrindən başlayaraq qərb ölkələrinə sirayət elədi. Bu uzun bir prosesdir və bu barədə söhbət eləsək vaxtı çox alarıq. Amma sadəcə olaraq onu qeyd eləmək istəyirəm ki, bugün mədəniyyəti, türk irsini, türk mədəniyyətini və milli mənəvi dəyərlərini elə bir səviyyəyə inkişaf elətdirib gətirməliyik ki, son əsrdə Avropaya inteqrasiya olunmaq üçün can atan gənclik Türk dünyasına inteqrasiya olmaq üçün can atsın. Türk dövlətləri, Türk dövlətinin gəncləri Türk dövlətləri bir-birinə inteqrasiya olmaq yoluna qoyulsun və bu yolda uğurlar qazanılsın. Bunun üçün həm Türk dünyası, mədəniyyət xadimləri, eyni zamanda Türk dünyası qadınları tarixən Türk dünyasının, qadınları Türk irsinin daşıyıcısı, Türk irsinin sağlam şəkildə gələcəyin ötürücüsü olmuşlar və bu yolda bugün də davam edirlər. Hər birisinə uğurlar arzuluyuram. Sağ olun, təşəkkür edirəm. Çox təşəkkür edirəm. Son bir nəfər kim yoxdursa biz oldu. Bugünkü tədbirə qatıldığınıza görə və mən bir panelin moderatoru kimi sizə öz təşəkkürümü bildirirəm ki, bizim dəyərli ekspertlərimizi dinlədiniz, bizi dinlədiniz, maraqlı təkliflər səsləndirdiniz. Bu tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürümü, minnətdarlığımı bildirmək istəyirəm və mənə belə deyim, bizim panelin iştirakçılarına fürsət yaratdığınız üçün çox təşəkkürümü bildirmək istəyirəm. Amma mən buradan üzümü hörmətli Tənzirə xanıma tutub demək istəyirəm ki, burada müzakirələrin, səsləndirilən fikirlərin ardı-arası kəsilmir və görünür hər kəsin ürəyi doludur. Və mən sizdən xahiş edirəm ki, gələcəkdə bu formatda olan tədbirlərin sayını imkan olduqca çoxaldaq və Türk dünyasının düşünürləri, Türk dünyasının təəssübkeşləri bir araya gəlsinlər. O nöqteyi nəzərdən yox ki, hörmətli Seyfullah bəy bildirdi ki, irqçi nöqteyi nəzərdən yox, məhz dünyəvi nöqteyi nəzərdən dünyaya ədaləti və barışı gətirmək üçün türk əsrini bir gerçəyə və qızıl almaya çevirək. Hər birinizə məni dinlədiyiniz üçün təşəkkür edirəm. Biz də öz növbəmizdə Qalib müəllim sizə və panelistçilərimizə təşəkkür edirik. Buyurub keçə bilərsiniz əgər istəsəz. İndi isə çıxış üçün sözü biz Türk Düşüncə Mərkəzinin rəhbəri Məlahət Qurbanovaya veririk. Hörmətli tədbir iştirakçıları hər birinizi salamlayıram və tədbirin gedişatından belə başa düşdüm ki, hamının çox ürəyincə olan bir mövzuya toxunulubdur burada. Bəli, həyatın başlanğıcı mən deyərdim mədəniyyətdir. Bayaq Sabir bəy qeyd etdiyi kimi, mədəniyyət o sivilizasiya nöqtəsinə çatanda yəqin ki, döyüşlər, filanlar, müharibələr hamısı dayanacaq. Yəni mədəniyyət idarə edəcək insanların şuuruna o dərəcədə ki, bunlar hamısı yersiz bir şeylərdir. İnsanlar mehriban yaşamalıdır, mədəni həyat tərzi sürməlidir. İnşallah yəqin ki, ona da nail olarıq. Tənzilə xanım, ilk növbədə sizə öz təşəkkürümü bildirirəm. Yəni siz bugünkü bu tədbirin təşkilatçılığı ilə başqa bir təşkilatların hamısına bir örnək, bir ustad dərsi verdiniz ki, bəli, gənclərimizə yol açmalıyıq, bəli, gənclərimiz irəli getməlidir. Gənclərimizə bugün təqdim etdiyimiz bayraq onların əlində çox uca zirvələrə qalxmalıdır. Bugünkü tədbir işçiləri adından üzvlərimə belə bir məsuliyyəti götürürəm ki, hər bir panel iştirakçılarına, moderatorumuza təşəkkürümüzü bildiririk. Mədəniyyət Nazirliyinin öz təşəkkürümüzü bildiririk ki, sizə dəstək veriblər. Belə bir tədbirin ərsəyə gəlməsində zəhmət çəkiblər. Çox sağ olun. Ümid edirəm ki, bundan sonra da bu davamlı olacaq belə bir tədbirlərimiz və ilk növbədə gənclərimizə hər bir zaman borcumuzdur ki, olacaq. Sizin bugünkü tədbiriniz bizim hamımıza bir dərs oldu. Sağ olun. Çox təşəkkür edirik Məlahət xanım. İndi isə plaket təqdimatına keçmək istəyirik. İştirakçılarımıza plaketləri təqdim etməsi üçün Tənzilə xanımı və Sabir bəyi səhnəyə dəvət edirik. Siz
Buyurun biz veririz size. Buradan Seyfullah Bey. Siz geçin. Türk dünyasının gönül elçisi Seyfullah Türksoy'u plaketini almaq üçün səhnəyə dəvət edirik. Sən özün çox belə plaketlər verirsən, bizlərdə də səsi var. Təbii ki, təbrik edirlər. Plaketini almaq üçün Uluslararası Final Universiteti professoru Engin Şirvanı səhnəyə dəvət edirik. Bəli, bəli. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov. Sizi səhnəyə dəvət edirik. Teşekkür edirik Sabir Bey sizə. Sabir Bey, Tənzih xanım da versin də icazənizlə. Elçin Əli Bey'lə. Millət vəkili Elçin Mirzəbəyli dəvət edirəm. Əskərə Xatirə kitabı layihəsinin müəllifi, Azərtürk Qadınlar Birliyinin üzvü, pedaqoq, təhsil eksperti Nuranə Şıxəliyeva. Səhnəyə mədəniyyətşünas, QHT sədri Firra Cəlilovanı dəvət edirik. Plaketini almaq üçün səhnəyə jurnalist Xəyalə Rəisi dəvət edirik. Əziz qonaqlar, hər birinizə iştirakınız üçün təşəkkür edirik. İndi isə sizi Məlayət xanım, sizi də səhnəmizə dəvət edirik. O qədər bu xanımın əməyi var bizim tədbirlərdə. O buradan xaricə gedəndə həmişə bizim tədbirlərin yüksək səviyyədə olması üçün əziyyəti çoxdur. Ona görə Məlayət sizə seviyorum.
Değerli iştirakçılarımız, hər birinizi xatirə fotosu çəkmək üçün səhnəyə dəvət edirik. Sonrasında isə sizlər üçün Deməli, bir kəlmə söz demək istəyirəm sonda. Etibar bəy. Siz oturun, bir kəlmə söz demək istəyirəm. Bir daha təşəkkür edirəm hamınıza bu öz yerində. İkinci, burada çıxış eləyən çox qiymətli panelistlərimizə, Seyfullah bəyə, Engin bəyə, Elçin bəyə, Qalib bəy, sizi bir daha burada kəşf elədim. Çox gözəl moderatorluq eləyirsiniz və bu bir yerə qeyd elədim. Aparıcı, yaxşı elə olsun. Tamam, Sabir bəy deyir düzəl sözünü. Və mən istədim ki, biraz bu forumun formatı dəyişsin, fikirlərini söyləsin insanlar. Çünki böyük mədəniyyətimizdir. Sabir bəy biraz ona toxundu. Əslində biz Türk milləti olaraq öz mədəniyyətimizi, tərbiyə üsulumuzu, evlad yetişdirmə üsulumuzu yetərincə təbliğ etməliyik. Mənə səhər jurnalist bir sual göndərib ki, biz valideyn uşağa əgər zorakarlıq eləyərsə, əl qaldırarsa 200 manat cərimə olunur. Belə bir qanunumuz var, bəli. Mən bilirsiniz, evlad yetişdirmək də millətin mənəvi dəyəridir və mədəniyyətidir. Bu Türk millətinin özünün evlad yetişdirmə hər zaman bir ənənəsi olubdur. Biz evladlarımıza böyüyə, kiçiyə hörməti, böyüyün yolunu gözləməyi, kiçiyə mərhəmət hissini aşılamışıq. Amma yetərincə təbliğ etməmişik. Mən bugün dünyanın, hamınızın xəbəri var bilirəm, dünyaya yayılan o uşaqlara edilən zülümlər, o qızlara edilən zülümlər, o görüntüləri hamımız izləyirik. Çağdaş dünyamızda özlərini ən böyük inkişaf tarixini bizə öyrətməyə çalışan Avropasında, okyanın o tərəfində olan o qüdrətli ölkələr, demokratiyanı dünyaya daşıyanların böyük mədəniyyət sahibi olduqlarını bizə anlatmaq istəyənlərin əslində nə qədər, hansı mənəvi dəyərlərə malik olduğunu biz gördük. Ona görə də evladlarımıza sahib çıxmalıyıq. Mən o görüntülərdən sonra nəvələrimin üzünə baxanda qorxu hissilə baxırdım. Bir ana olaraq, deməli mədəniyyətimizi yetərincə təbliğ etməliyik. Bizim mədəniyyətimiz dünyanın ən sağlam, ən əxlaqlı mədəniyyətidir. İnanın, dünyanın ən əxlaqlı millətidir Türk milləti. Bunu heç unutmayın. Ona görə də biz öz ənənələrimizi, öz tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı, bütün bizi biz edən nəyimiz varsa, hansı dəyərimiz varsa, ona birinci növbədə sahib çıxıb, onu yaxşı tanınmasını və təbliğ olunması yolunda hər birimiz əlimizi daşın altına qoymalıyıq. Bu bir ilkdir. Mən düşünürəm ki, bunun arxası gələcək. Bu sayədə mən əminəm ki, Seyfullah bəy Türkiyədə bunun birini təşkil eləyəcək. Mən də buradan bizim ədəbiyyat şünasları, mədəniyyət şünasları götürəcəm. Orta Asiyada, ondan sonra da Avropaya qapılarımızı açmalıyıq və qapılarını açmalıyıq onların da ki, bax, hər zaman soyqırımçı deyə suçladığınız bir millət əslində dünyaya dərs verəcək bir əxlaqa sahibdir. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun. Əziz iştirakçılarımız, hər birinizi xatirə fotosu çəkmək üçün səhnəyə dəvət edirik. Əslində, ən vaxtında səhnədə ustaları bir qədər heç çəksələr.
Bence de az çekilsin.